Hər birinizi salamlayıram. Necəsiz? Deməli, bugün mənim bəlkə də yalan olmasın 2 həftədən də çox gözlədiyim karqom gəlib çıxıb. Əvvəllər çox tez-tez gəlirdi Temudan karqolarım, amma son günlərdə nəsə gecikir, niyə bilmirəm. Bunu video şəklində, daha doğrusu post şəklində paylaşmayacağım. Nəyə görə? Çünki daha çox sifariş etdiyim şeylər hazırlamaq üçün belə deyim də materiallardır. Ona görə belə istəyirəm ki, storyda paylaşım. Görək necə gəlib. Bu yenə də listur üçün olan şunurdur, tok. Bundan yenə lazım idi. Bu mənim bir ideyam var. Onun üçün yenə şeydir. Taxta görünümlü stikerdir. Buralarda dediyim kimi tapmıram deyə mən Temudan alıram. Şeyi qəşəng çıxdı. Resumkası qəşəngdir buradan gördüyüm qədərilə. Bu nə idi? Hə, indi davamına baxaq. Bu saat üçün olan əqrəblərdir. Saat hazırlayacağım. Onu da videosunu paylaşacağım sizinlə. Onun üçün əqrəblərdir. Dizayn olaraq çox qəşəngdir. Qızıl rəngdədir. Buradan prosto gümüşü görsənmir. Nəysə. Belə bir şeydir. Ümumiyyətlə, Temunu buna görə sevirəm. Axtardığım hər şeyi orada tapa bilirəm. Düzdür, bəzən qiymətlər yüksək olur. Açığı, yəni qiymətlərdə bəzən buradakı satışla çox fərq olur. Amma belə baxanda ümumi yaxşıdır. Sonra bu da mənim o yeni hazırlayacağım video üçün bir aparatdır. Biraz qəribə görsənir. Bunlar ikisi bir video mövzusudur. İnşallah yaxın zamanda paylaşacağım. Hələ stulları düzəldim. Və ən önəmlisi balaca. Bu bayağı bir balaca gəldi. Mən bu qədər balaca gözləmirdim. Bu da mənim mətbəxim üçün qapıdan asmağa zibil qabı. Bir də deməli buradan bizim dediyim kimi, mən bu storylərimi izləyənlər bilir, bizim bu yaxınlıqda İran mağazası açılıb, oradan plastiklər falan gətirirlər. Bugün getmişdim ora, video üçün məhsul almalıydım. Nəysə, orada təsadüfən gözümə hamam üçün bu aksesuar sataşdı. Düzü mən bunu Temuda baha görmüşdüm. Haradasa 6 manat, 7 manat belə qiyməti var idi. Onlar da plastik idi. Və mən bunu burada sadəcə 3 manat 25 qəpiyə almışam. Bilmirəm, yəni şəhərdəkilər neçəyə satılır. Burada mən bunu bu qiymətə aldım. Bizdə hamam boz rəngdədir deyənə. Ona görə belə rəng. Ağ mı, ağ deyəndə krem mi, boz mu alım deyə düşünərkən dedim hamama uyğun olaraq boz rəngdə olsun. Belə. Məncə qəşəngdir. Sabun və diş fırçaları üçün olan yer. İndi bunu broşlamaq lazımdır. Görək necə bir şey. Daha 6 manat nə qədər idi deyəsən. Dəqiq yadımdan çıxır qiyməti. Nə qədər uzun vaxt keçir ki, aldığı məhsuldan gəlmə arasında. Qiyməti xatırlamamaq normaldır. Bir dəqiqə. Nəfər olur ki bu? Qorxdum, yenə bir qırıldı. Bir dəqiqə. Sonra da bu yəqin belə qal. Tamam. Burada yəqin ki, konuğu görün. Yine var da şəkil, niyə baxmırsan? Düz bilirəm. Yaxşı, bunu necə keçirdirik? Bir dəqiqə, mən yenə bu artıq burada zibil asmaq, klök asmaq dövrüm çox şükür sona yetdi. Bu məncə lazımsızdır. Çünki bu elə bəs eləyir. Prosto bir dəqiqə, bu bəs eləyir, nətər bəs eləyir? Bu belə getdi. Tamam. Tamam. Birləşdirirəm, tökürəm və sonra qaldıram. Bir sözlə çox evdən tez-tez zibil çıxacaq. Amma yaxşıdır, evdə qalmamalı. Balaca olmağa yaxşıdır ki, zibil tez-tez atılsın. Bəyəndim, yəni yaxşıdır.